Salam, hər vaxtınız xeyir olsun. Bugün bələdçi test kitabından məntiqi əməllərin izahını verəcəm. 17.1 sadəcə olaraq PDF şəklində əlimdə olmadığı üçün bu cür kitabın şəklini çəkib buradan izahı verəcəm. Üzr istəyirəm. Aha, yenisini çəkək, başlayaq. Deməli, bir yerli məntiqi əməllərin işarəsi hansıdır? Əməlin işarəsi hansıdır? Bir yerli unar əməldir. Bu da məntiqi inkardır. Əgər natural ədədin rəqəmlərinin cəmi 6-ya tam bölünürsə, onda o 2-yə tam bölünür. Ümumiyyətlə, əgər onda qaydası implikasiyadır. Simvolik məntiqin banisi, simvolik məntiq Ibn Sina'dır, ancaq Russell'də yəni sayılır. Mülahizə nədir? Mülahizə doğru yaxud yalan olan bir cümlədir. Daha sonra formal məntiq hansıdır? Formal məntiq bilirik ki, müddəa, hökm, mülahizə bunlar formal məntiqin növləridir. Bundan başqa bir də hökm də var. Burada hökm var. Hökm var, mülahizə, müddəa. Biri də mühakimədir. Mühakimə. Bəli. Doğru olan ardıcıllığı seçin. Demək, inversiyanın işarəsini istəyir. Baxın, A bəndi uyğun gəlir. İnversiya çünki xəttir. Konjuksiya bu cürdür. Dizunksiya bu cür işarədir. İmplikasiya bu cürdür. Ekvivalentli isə iki tərəfli oxdur. 2 dənə xətt də ola bilər, bir xətt də ola bilər. Hansı məntiqi əməlin doğruluq cədvəlidir? Doğru, doğru, doğru. Doğru, yalan, doğru. Doğru, yalan, doğru, yalan, doğru, doğru, yalan, yalan, yalan. Yalnızca 0-0 olan halda 0 qaytaran biz də bilirik ki, məntiqi toplamadır, yəni dizunksiyadır. Hər bir halda doğru olur. Hansı məntiqi əməlin doğruluq cədvəlidir? Doğru, 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 yalan, 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 doğru, yalan, 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 yalan. Demək, yalnızca doğrunu 1 və 1-də qaytaran isə biz bilirik ki, bu konjuksiyadır, məntiqi vurma. Doğru, doğru, doğru. Deməli, 1-1 olanda 1 qaytarır. Doğru, yalan 1-0 olanda 0 qaytarır. Yalan, doğru, yəni 0-1 olanda 0 qaytarır. Yalan, yalan olanda 1 qaytarır. Deməli, bu ekvivalentlikdir ki, hər ikisi eyni olan halda 1 qaytarır. Qalan 1 və 0 fərqli olanda isə bizə yalan qaytaracaqdır. Onu biraz böyüdək. Hansı məntiqi əməlin doğruluq cədvəlidir? Deməli, doğru, doğru, doğru. Deməli, 1-1-də 1 qaytardı. 1-0-da doğru, yalanda yalan qaytardı. Yalan, doğruda, yəni 0-1-də yenə 1 qaytardı. 0-1-də yenə 1 qaytardı. Bu da implikasiyadır ki, yalnızca birinci tərəfimiz doğru, ikinci tərəfimiz yalan olarsa, bu bizə 0 qaytarır. Deməli, bu da məntiqi nəticə də deyirlər. Riyazi əməllərdə olduğu kimi, məntiqi əməllərdə üstünlük dərəcəsinə görə müəyyən ardıcıllıqla düzür. Üstünlük dərəcəsi mütləq birinci məntiqi inversiya, yəni inversiyadır. İkinci mütləq konjuksiyadır. Üçüncü dizunksiyadır. Daha sonra implikasiya və ekvivalentlik. 1-3-5, 1-3, 1-3,
5, 2, 4. X böyükdür 2-nin inkarı, yəni 2-dən böyük olmayan deməkdir. Bərabər də ola bilər, 0 da ola bilər. Yəni 2-dən kiçik də ola bilər. Deməli 2-dən kiçik və 2-yə bərabər yalnızca 0 və 2 var. Bunlar ola bilməz. Çünki niyə? Bu implikasiyadır. İmplikasiyada bilirik ki 1 və deməli implikasiya bu zaman 0 qaytarır ki, bura birinci tərəfin 1-i qaytarsın, ikinci tərəfin 0 qaytarsın. İndi bu nə zaman baş verə bilər? Birinci tərəf o zaman deməli birinci tərəf o zaman 1 qaytarır ki, buradan mənə cavab 0 gəlsin. 0 gəlsin. 0-ın inkarı isə 1 olsun. Deməli x 2-dən böyükdür ifadəsi, yəni 4 qoysam mən, 4 2-dən böyük olacaq, 1 olacaq. 1-in də inkarı 0 verəcək. Amma mənə lazımdır ki, bax bu ifadə mənə yalan qaytarsın ki, onun inkarı mənə 1-i qaytarsın. Deməli, bax məsələn 2 2-dən böyükdürmü? Xeyr, 0 qaytarır. 0-ın inkarı 1-i qaytarır. Baxın, 0-ın inkarı 1-i qaytarır. Deməli 0 da ola bilər, 2 də ola bilər. Qalan bu birisi hallar ola bilməz. Keçdik bu yana. Burada isə deyir x 0-dan böyük deyirsə, burada da bilirik ki 0 alması üçün burada doğru qaytarmalıdır. Burada doğru qaytarmalıdır ki, bu və mənə ikisinin doğrusunda 1 qaytarsın. 1-in inkarı isə mənə 0 qaytarsın. İndi gəlin baxaq, bu nə zaman 1 olur? X 0-dan böyük olmalıdır və 4-dən kiçik olmalıdır. 0-dan böyük, 4-dən kiçik nə var? Bu deyil, bu deyil, bu ola bilər, bu ikisi ola bilər. Ancaq bu 3 buranı ödəmədiyi üçün 3-ü götürə bilmirəm. Deməli, yenə 0 və 2 ola bilər. İndi nə deyir? 0 niyə götürə bilmirəm? 0 da burada qoysam, baxın, 0 0-dan böyükdürmü? Bir dəqiqə, 0 götürsəm, 0 2-dən böyükdürmü? Bəli, 0 2-dən xeyr, 0 1-i qaytaracaq. 0 0-dan böyükdürmü? Xeyr. Baxın, bura mənə 0 0-dan böyük olmadığı üçün 0 qaytaracaqdır. Olmalıdır ki, 0-dan böyük ədəd. Aha, 0-dan böyük deyil axı. 0 0-dan 0-a bərabərdir. Ona görə cavab 2-dir. A bəndi. Demək, bundan sonra hansı gəlir? Qoy görək, budur. Aha, budur. Bunu çəkim. Mənə deyir ki, A üstə gələk, A vur B-nin inkarı. Ümumiyyətlə, bura yazıram, A üstə gələk, A vur B-nin inkarı, üstə gələk, A vur B, üstə gələk, A-nın inkarı. Aha, bu nəyə bərabərdir? A hələ ki olduğu kimi qalır. Ancaq burada bilirik ki, birinci inkar varsa inkar yerinə yetiriləcək. Bu olacaq A-nın inkarı, üstə gələk, B-nin inkarı. Üstə gələk A vuraq, mötərizədə bunu inkar eləyək, B-nin inkarı vuraq, A-nın inkarı. Bu da bərabərdir, nə verir? A üstə gələk A-nın inkarı mənə 1 verir. 1 üstə gələk B-nin inkarı yerində qalır. Üstə gələk A-nı buna vuranda A vur B-nin inkarı, vur A-nın inkarı. Bunlar da mənə 0 verəcək. A və A-nın inkarı vurğun yerini dəyişəndə bura mənə 0 verir. Ümumiyyətcə, 1 üstə gələk. Bax, bu yanı heç hesablamasaq belə bunun nəticəsi 1-dir. Çünki 1 üstə gələk. Buradan mən 0 da alsam, buradan mən 1 də alsam, cavab 1 eləyəcək. Axı bilirik ki, dizunksiyada bir dənə 1 oldusa, yəni bir dənə doğru cavab varsa, digər tərəfdə 0 olsa belə cavabın 1 olur. Demək, burada yəni açası olsaq belə bizdə nəticə cavab qalacaqdır.
1 üstə gələk B-nin inkarı. Yenə dediyim kimi 1 toplasaq B-nin inkarı mənə 0-da 1 də qaytarsa, istənilən halda bu ifadənin cavabı 1 olacaq. A bəndi. Aha, aşağıdakı verilmiş məntiqi əməllərin nəticəsinin 0 olması üçün x dəyişəninin hansı qiyməti verməliyik? Gəlin baxaq. Qiymət almalıdır. Deməli, bu nəticə 0 almalıdır. Biz baxaq ki, necə, nə zaman 0 ala bilərik? Baxın, burada toplama var. Toplama varsa, nə zaman yalan ifadə olur? Hər iki tərəf yalan olarsa. Deməli, bura mənə yalan qaytarmalıdır. X böyükdür 5, mənə 0 qaytarmalıdır ki, bu ifadədə sonda toplayanda hər iki tərəf yalan olsun. Keçirəm bu tərəfə. Baxın, bu tərəfimin də yalan olması üçün biri 1, biri 0 olsa belə, yəni bircə dənə 0 olması kafidir. Ya bu 0 olsun, ya bu 0 olsun, fərqi yoxdur. Vurulanda bura mənə 0 qaytaracaq. Əsas odur ki, hər ikisi də 1 olmasın. Yalnızca hər ikisi 1 olan halda 1 qaytarır. 1 ilə də 0-ın toplaması mənə, bu toplama mənə nə verir? Nə qaytarır? Təbii ki, 1 qaytarır. Ona görə də mənə bu ikisindən birinin yalan olması lazımdır. Birinci buranı yalan tapaq. X böyükdür 5-i yalan tapaq. X böyükdür 5-in yalan olması üçün X 5-dən kiçik və ya bərabər olmalı. Deməli, X kiçik bərabərdir 5 olmalı. Gəlin burada kiçik və bərabərdir 5 olduğu üçün bax, bu variantlarım qeydir. Elə cavab 5-dir daha. Gəlin yoxlayaq. 5 kiçikdirmi 4-dən? Xeyr, bura 0 qaytarır. 5 böyükdürmü 6-dan? Xeyr, 0 qaytarır. 5 böyükdürmü 5-dən? Xeyr, 0 qaytarır və cavabım A bəndidir. Digərlərini də yoxlayası olsa, burada cavab A-dır. 6 kiçikdirmi 4-dən? Xeyr, 6 böyükdürmü 6-dan? 0. 6 5-dən böyük olduğu üçün 1 qaytaracaq. 7 də 5-dən böyük olduğu üçün 1 qaytaracaq. Yəni, bu hallar burada 0 qaytarsa belə, burada həmişə ödənəcək və toplama işarəsi burada cavabı 1 qaytaracaq. Deməli, 0 olması üçün bura birinci 0 olmalıdır, sonra bu tərəf 0 olmalıdır ki, mən doğru cavabımı alım. Sadələşdirdən sonra nəticə necə olar? Gəlin baxaq. Burada bizdən nə istəyir? Aha. A, mən burada işarələrlə yazacağım. A vuraq. B-nin inkarı. Üstə gələk. B. Ekvivalentlik. A vuraq. B-nin inkarı. Üstə gələk B. Ümumiyyətlə, B üstə gələk B-nin inkarı mənə 1 verir. Bu da mənə 1 verir. Bilirik ki, B üstə gələk, deməli, B üstə gələk B-nin inkarı, ümumiyyətlə, bu qanun tamamlayıcı qanun idi. Bunlar mənə 1 verdi. A-nı 1-ə vuranda A qaytarır, A-nı da 1-ə vuranda A qaytarır. Deməli, ekvivalentlikdə hər iki tərəf eyni olan halda mənə nə qaytarırdı? Cavab 1-i qaytarırdı. Yəni, bura 0 da olsa, ikisi də 0 olacağı üçün 0 qaytaracaq. Bura 1 də olsa, cavab, yəni hər ikisi də eyni olduğu üçün cavab 1-i qaytaracaq. Deməli, burada cavab 1 olacaq. Hansı qiymətində implikasiyanın doğruluq cədvəlini əmələ aiddir? Doğruluq cədvəli əməlinə aiddir. Baxaq. 0, 0, 1-i qaytarır. 0, 1, 1-i, 1, 1, 1-i. Deməli, bax, bura məndə nə zaman doğruluq cədvəlində bir dənə 0 yoxdur. Deməli, Z 0 olmalıdır. Y də 0 olmalıdır. X 1 olmalıdır. Yəni, bu implikasiyanın doğruluq cədvəlində bir dənə 0 var. 1 və 0 olan halda. Gəlin görək, X-in 1 olduğu, Y-in 0 və Z-in 0 olduğu hal hansıdır? X bərabərdir 1-ə, bəli. Y 1-ə bərabər deyil, A deyil. X 0-a bərabər deyil, X 1, Y 0, Z 0, Y bəndidir. Görürsünüz, bunlar deyil heç biri. İndi buna baxırıq. X böyükdür deyə doğru olması üçün X-in qiymətini hesablayın.
Baxaq. Demək, baxın, bu ümumi görürsüz mötərizənin qabağında inkar işarəsi var. O deməkdir ki, bunu inkar edib. Bunun inkarına gəlin baxaq. Birinci, x böyükdür 2. Bunu inkar eləyibdir. Deməli, x 2-dən böyük olmamalıdır. X 2-dən kiçik və ya bərabər olmalıdır. Yenə bunları götürə bilmirəm. Ya 1-dir, ya 2-dir. 1 böyükdürmü 2-dən? Deməli, məndə x-in qiymətinin doğru olması, cavab 1 olmalıdır. 1 olması üçün nə olmalıdır? Bax, burada nəticə 0 çıxmalıdır. 0 olması üçün nə olmalıdır bəs? Aha, yenə bunu silək, təzədən buna baxaq. Baxın, burada nəticə 0 olmalıdır ki, 0-ın inkarı mənə 1 qaytarsın. Çünki deyir ki, mülahizə doğru olsun. Bəs bu implikasiya mülahizəsi nə zaman 0 qaytarır? Bura 1, bura 0 olan halda 0 qaytarır ki, 0-ın da inkarı 1-i qaytarsın. Deməli, x böyükdür 2 olmalıdır. 1 olmalıdır ki, mənə burada 0 qaytara bilsin sonda. X 2-dən böyük olmalıdır. Aha, bayaqları yanlış girdik. Deməli, 2-dən böyük olmalıdır. Baxın, 2-dən böyük olmalıdır. 2-dən böyük 3, 4, 5 ola bilər. Ancaq 3-dən də, baxın, böyük olmamalıdır. Çünki 3-dən böyük olarsa 0 yox, 1 qaytaracaqdır. Deməli, 3-dən də böyük yox, kiçik bərabər ola bilər. Deməli, 2-dən böyük, 3-dən kiçik. 3-dən kiçik və ya bərabər, ancaq bu 3 ödəyir. Baxın, 3 böyükdürmü 2-dən? Bəli, 1. 3 böyükdürmü 3-dən? Xeyr, 0. 1 ilə 0-ın implikasiyası 0 qaytarır, 0-ın inkarı 1-i qaytarır. Burada cavab 3-dür. Yenə sadələşdirin deyir. A, 20-ci tapşırıq eləyirəm. A vuraq. Bir dənə də mötərizə. A üstə gələk. A-nın inkarı. Bir dəqiqə. A üstə gələk A-nın inkarı. Bax, bu vergül inkar deməkdir. Mötərizə bağlanır, üstə gələk B-nin inkarı və ümumi mötərizə bağlanır. Gəlin tapaq. A üstə gələk A-nın inkarı mənə bilirik ki, 1-i qaytarır. Baxın, vurması 0-ı, inkarı toplaması 1-i qaytarır. Burada nə aldım? A vuraq, 1 üstə gələk B-nin inkarı. 1 üstə gələk B-nin inkarı, ümumiyyətlə toplamada dedik ki, 1 üstə gələk varsa, bu ifadə mənə 1-i qaytaracaq. Aldıq nə? A vuraq 1. Deməli, burada cavab A-dır. Bu tərəfi həll edək. Sonra 20, 21-i, 22, 23, 3 dənə tapşırığı bundan sonra həll edərik. Aha. Mənə deyir ki, 24 eləyirəm. A implikasiya A vuraq A-nın inkarı, üstə gələk B-nin inkarı və bunun da üstündə bir dənə inkar var. Bu ifadəni sadələşdirin. Bərabərdir. Demək, A vuraq A-nın inkarı mənə nə verəcəkdir? Təbii ki, bura mənə 0 verəcək. 0-ın da inkarı, baxın, bura 0 qaytarır, 0-ın inkarı 1 qaytarır. Deməli, A implikasiya 1 üstə gələk B-nin inkarı. 1 üstə gələk nə olursa olsun, mənə 1 qaytarır. Alacam ki, A implikasiya 1. Demək, baxaq, doğruluq cədvəlində, bax, burada doğruluq cədvəli var. Bu tərəf 1 olan halda bütün ifadələr nə qaytarıb mənə? 1 qaytarıbdır. Yalnızca baxınız, bura 0 olsaydı əgər, bax, bura 0 olsaydı ikinci tərəf, mən A-nı düşünərdim. Çünki 0 olan halda bu ikisində də birində 1 qaytarır, birində 0 qaytarır. Amma ikinci tərəfin 1 olduğu halda hər zaman cavabın 1 çıxıbsa, deməli, burada da cavab 1 olacaqdır. Aha, baxın, budur cavab. Aha. Məntiqi cəbrin qanunlarından istifadə etməklə yenə bunu sadələşdirəcək. A üstə gələk B-nin inkarı, vuraq A üstə gələk B, üstə gələk A-nın inkarı bərabərdir. İnkar mənə qaytaracaq A vuraq B, hər birinin inkarı, vuraq A üstə gələk B,
Üstə gələk A-nın inkarı bərabər. Vurma olduğu üçün bunu bir-bir mötərizənin içinə vururam. Olacaq A inkarı vuraq, B inkarı vuraq A. Baxın, bunu vurdum, açdım. Üstə gələk yerində qalır. Yenə A inkarı vuraq, B inkarını vuracam bu B-yə. A inkarı vuraq, B inkarı vuraq B. Üstə gələk A inkarı da yerində qalır. Bərabərdir. Aha, indi mənə bu vurmanın yer dəyişmə qanunundan istifadə etsək, B inkarı bu yana gəlir, A inkarı vuraq, A inkarı mənə 0 qaytarır, B inkarı vuraq, B inkarı B də mənə 0 qaytarır, 0-ı B-nin inkarına vuranda 0, 0-ı A-nın inkarına vuranda 0. 0 üstə gələk, 0 üstə gələk A-nın inkarı, demək mənə cavab A-nın inkarı qalacaqdır sadəcə. Məntiqi cəbrin qanunlarından istifadə etməklə yenidən digər misalımızı eləyək. Bu neçə idi? Bu 25 idi. A, mən birbaşa açıram, bərabərdir. A, inkar, üstə gələk B-nin inkarı, vuraq. A, üstə gələk B, vuraq A-nın inkarı, bərabərdir. Demək, bu olduğu kimi hələ ki qalır, amma vurmalar nə edir? Vurulur, bax, bu mötərizənin içində. Bu vurmanı gətirirəm, bunun yanına qoyuram. Yəni, baxın, buradakı A vurağı mötərizəyə vurulur. Onsuz da hər ikisi gətirirəm, bax, bura qoyuram. A, inkarı. Baxın, bu cür sadələşdirə bilərəm. İndi baxın, bu olacaq A-nın inkarı, üstə gələk. Bax, B inkarı vuraq, A inkarını vuracam yenə bayaqki kimi mötərizənin içinə. B inkarı vuraq, A-nın inkarı vuraq A. Üstə gələk, B inkarı vuraq, A-nın inkarı vuraq B. Bax, vurdum, açdım mötərizəni. Bu olacaqdır, yenə A və A-nın inkarı 0, 0-ı B-nin inkarına vuranda 0 qalır. B ilə B inkarı 0 eləyir, A-nın inkarına vuranda 0 eləyir. Yenə bunun da cavabı A-nın inkarı üstə gələk 0, üstə gələk 0, o da A-nın inkarını qaytaracaqdır. A-nın inkarı yoxdur, nəysə, baxaq görək, nəysə gözümüzdən qaçdı ola bilsin ki. Bir də baxaq. Demək, A-nın inkarı toplayaq, B-nin inkarı vuraq. Aha, mən bunu mötərizəyə almamışam axı. Baxın, bu ola bilməz ki, təkcə bu buna vurulsun. Bu mötərizənin daxilindədir. Vuraq, buradan açılan mötərizə içində çıxmalıdır ki, hər ikisi A-nın inkarını bu tərəfə aiddir. Deməli, qoyun bunu təzədən sadələşdirək. Deməli, A-nın inkarı toplayaq, B-nin inkarı vuraq. A üstə gələk, B vuraq A-nın inkarı. Burada baxın, indi bu birinci bu tərəfi sadələşdirək. Toplamanı buradan A-nın inkarı üstə gələk, B-nin inkarı vuraq. A üstə gələk, B vuraq A-nın inkarı. Necə sadələşdirə bilərik? Mötərizədən çıxartmaq üçün. Deməli, bu tərəfi, bunu x kimi götürək, A üstə gələk B-ni, bir dənə x götürək. Bu eləyir x vuraq A-nın inkarı. Gəlin, sonra yerinə A üstə gələk B-ni qoyarıq. Vuraq, bax, bu ifadəyə olacaqdır. X vuraq A-nın inkarı, vuraq A-nın inkarı, üstə gələk B-nin inkarı. Yox, bir dəqiqə. X vuraq, buranı x götürdüm. X vuraq A-nın inkarını vururam birinci bu mötərizəyə. A-nın inkarı vurduq mu? Bax, bunu vurduq bunu. Üzərinə gələk. X vuraq A-nın inkarı, vuraq B-nin inkarı. Bərabərdir. Bura mənə 0 qaytaracaq. Yəni, heç bu A üstə gələk B-ni burada hesablamağa ehtiyac yoxdur. Amma burada hesablayacaq. X-in yerinə nə qoyacaq? A üstə gələk B. A üstə gələk B vuraq A-nın inkarı, vuraq B-nin inkarı. Bərabərdir. İndi mötərizəni bir daha açaq. A vuraq A-nın inkarı, vuraq B-nin inkarı, üstə gələk. A vuraq A-nın inkarı vuraq B, vuraq B-nin inkarı. Bura mənə 0, burada mənə 0 qaytarır. Cavab 0 olacaq. Burada B bəndi. Əgər belə çətinləşəndə, baxın, mötərizədən, əvəzləmədən istifadə edin hər zaman.
Qoy qarışmasın misallar bir-birinə. Keçək 27-yə. A bunu ifadə bərabərdir. Bunu sadələşdirək, görək bunlardan hansına bərabərdir. Bu eləyəcək A-nın inkarı vuraq B-nin inkarının inkarı mənə B-ni qaytaracaqdır. A-nın inkarı vuraq B-ni A inkarı vuraq B. Yaxşı, burada görə bilmədim bunu. Bir daha baxaq. A-nın inkarı vuraq B-nin inkarı. İnkarı. Bu da A-nın inkarı vuraq B. A-nın inkarı. Burada var da A bəndi. Düzdür. A-nın inkarı vuraq B. Düzdür. Keçək 28-ə. Yenə burada da indi isə fərqli olaraq A üstə gələk B-nin inkarı olacaqdır. A üstə gələk B-nin inkarı. Baxın, bu 2 qat inkar bilirik ki, özünü qaytarır. Üstə gələk, bu inkar olunanda üstə gələk olur. Bu da B-nin inkarı olaraq qalır. Randa çəkək. Hansıda qalmışdı? Dəqiqə çıxdım. Buydu. Buydu. Demək, 29-da A1 doğrudur. Baxın, A doğrudur. B yalandı. Gəlin görək onda cavab nə olur? Bura 1, üstə gələk. B yalandı. 1-in üzərinə 0 gələndə 1 eləyir. 1-in inkarı da mənə 0 qaytaracaq. Bura qaytaracaq 0. Üstə gələk. Bax, bu üstə gələk. A-nın inkarı. A neçədir? 1-dir. 1-in inkarı. Bu da mənə qaytaracaq 0. Üstə gələk 0, yəni 0-ı. Göstərin hansı məntiqi ifadə bu ifadəyə bərabərdir. Yenə bunu sadələşdirək. Baxın, 2 qat inkar A-nı verir. Toplamanın inkarı vurmanı verir. B-nin inkarı olduğu kimi qalır. Üstə gələk C-nin inkarı. A vur B-nin inkarı. Demək, A vur B-nin inkarı. Üstə gələk C-nin inkarı. Bəli, bu mötərizədə olmalıdır. Əgər A 0 olarsa, B də 1 olarsa, onda gəlin görək nə olur. A 0-dır, B 1-dir. Baxaq, 0 üstə gələk 1 vuraq 0-ın inkarı. Bu da bərabərdir. 0-ın inkarı mənə 0 üstə gələk 1 vuraq 1-in, yəni 0-ın inkarı 1 qaytarır. 1-i 1-ə vuranda 1, 0 üstə gələk 1 də mənə 1-i qaytaracaq. Burada da mən hansını izah etməmişdim? Deyəsən 21-i izah eləməmişdim. 22-ni bir də 23-ü. Bunu da izah eləyək. Aha. Nə deyir? Deyir ki, x böyükdür 30. Baxın, burada fikir verirsinizmi? Ümumi mötərizənin qarşısında inkar var. Deməli, məndə də burada bu inkar vurmaya aid deyil. Bax, buradakı vurmaya aid deyil. Onda vurma mənə deyir ki, doğrudur. Cavab 1 qaytarmalıdır. Nə zaman 1 olur vurmada? Hər iki tərəf 1 olanda. Ancaq burada inkar olduğu üçün bura 0 qaytarmalıdır ki, 0-ın inkarı mənə 1-i qaytarsın. Yəni, baxın, bu cür cavab almalıyam ki, bunun inkarı 1-i qaytarsın, 1 1-lə də 1 versin. İndi gəlin baxaq.
Mənim bax bu tərəfim 1 olmalıdır. Yəni x 10-a bərabər və ya böyük olmalıdır. Deməli 5 ola bilməz, 1 ola bilməz. 20, 30, 40 ola bilər. Çünki onlar ondan böyük və bərabərdir. İndi bura baxaq. Burada yalan qaytarmalıdır. Yəni x 30-dan böyük olsa 1 qaytaracaqdır. Deməli x 30-dan böyük olmamalıdır. Deməli 30-dan böyük olmaması üçün 40-ı götürə bilmirəm. 30 ola bilər. 30 30-a böyükdürmü? Xeyr, 0 qaytarır. 30 20-dən böyükdürmü? Bəli, 1 qaytar. Amma burada toplam olduğu üçün hər ikisi 0 qaytarmalıdır mənə ki, bura mənə nəticəm 0 olsun. Deməli 30 ola bilməz. Burada cavab 20-dir. 20 böyük deyil, 20 böyük deyil. Bunlar hər ikisi 0 qaytarır. 0-ın inkarı mənə 1 qaytarır. Burada isə 20 ondan böyükdür. 0 və 1, 0-ın inkarı 1, 1, 1, 1-i qaytaracaq. Burada cavab 20-dir. Bunu hesablayaq. Bərabərdir A vuraq B üstə gələk. A vuraq A və B-nin toplamasının inkarı mənə verəcək A inkar vuraq B inkar. A vuraq A-nın inkarı mənə 0 verir. Burada qalır nə? A vuraq B üstə gələk. 0-ı da B-nin inkarına vuranda 0 eləyir. Deməli, mənə cavab A vuraq B qalır. Buna baxaq, x üstə gələk B-nin inkarıdır bu. Yenə, əslən, x sxemin çıxış qiymətini hesablayın. Gəlin baxaq, x üstə gələk. X vur B-nin inkarı nə verəcək? X-in inkarı üstə gələk B-nin inkarı. Üstə gələk, yenə burada bir dənə də inkar var. X inkarı vuraq B-nin inkarı. İndi bunu sadələşdirək. Bura toplamı olduğu üçün bu olacaq x üstə gələk x-in inkarı, üstə gələk b-nin inkarı, üstə gələk x-in inkarı, vuraq b-nin inkarı. Bax, bura mənə 1 qaytaracaq. Bərabər 1 üzərinə gələk neçə olursa olsun, bax bu yan mənə 0 və ya 1 qaytarsa, belə bunun cavabı 1 olacaq. Amma sadələşdirə bilərik təbii ki, olacaq 1 üstə gələk, buradan b-nin inkarını mötərizə xaricinə çıxartsaq, alacaq 1 üzərinə gəl x-in inkarı. 1 üzərinə gəl x-in inkarı mənə 1 verəcək. 1 üzərinə gəl b-nin inkarını 1-ə vuranda b-nin inkarı. Yenə 1 üstə gələk b-nin inkarı toplama olduğu üçün, bir tərəf 1 olduğu üçün cavab 1 eləyəcək. İstənilən halda 1 olacaqdır. Demək, 31-ə qədər etdik. Görək budur. Aha. Deməli, bu nəyin doğruluq cəddi? Doğru müəyyən edin, deyir, hansına uyğun gəlir? 1 vuraq 0, 1-i 0-a vuranda 0 eləyir, 0-ı 0-a 1-ə vuranda 0 eləyir. Deməli, bu uyğun gəlmir. Bax, birinci ilə uyğun gəlmir. X 1 olarsa, 1-in 0-a vuranda 0 eləyir, 0-ı da 1-ə vuranda 0 eləyir. Bax, bu da uyğun gəlmir. Burada 1 eləyibdir cavab. X 1 olub, bura 0 olan halda 0 eləyir, 0-ı da 1-ə vuranda 0 eləyir. Bu da uyğun gəlmir. 1 üstə gələk. 0, 1 eləyir, 1-in də üzərinə 1, 1. Baxın, istənilən halda bir dənə 1 olduğu üçün burada cavab 1 eləyəcək və hamısı toplamadır, Y bəndi. Verilmiş sistem təmin fraqmentinin ABC-nin qiymətini tapın. Aha. Deməli, burada cavab 1 eləyibdir. 1 eləməsi üçün gəlin görək nə olmalıdır. A 1, deməli implikasiyadır. İmplikasiyanın cavabı 1 eləməsi üçün buradan 0 alınmalıdır. 0-ın inkarı 1 eləyir. Demək, 0 olması üçün də birinci tərəf 1, ikinci tərəf 0 olmalıdır. Yəni, bura 1 olması üçün A-nın inkarı daxı, onda buranın 1 alması üçün A 0 olmalıdır ki, 0-ın inkarı 1 qaytarsın. B isə olduğu kimi 0 qalmalıdır. Deməli, A 0, B 0 olacaq. A 0, B 0. Bundan bu ikisindən biridir. Görək, C1 demi 0'dır bu. Hər ikisinin 1 olması üçün A'mız 0'dırsa, C'miz mütləq 1 olmalıdır ki, bu cavab 1 olsun. Yəni, hər ikisi yoxsa 0 olar axı.
50 kiçikdir, x vur x, implikasiya. Hansı halda qiymət yalan olur? Hansı halda qiymət yalan olacaq? Baxın, bura 0, bura birinci tərəfim 1 olmalıdır, ikinci tərəfim 0 olmalıdır ki, burada qiymət yalan olsun. İndi deməli, x-in 1 alması üçün x-ə vuranda 50-dən böyük qiymət almalıdır. Deməli, məsələn, 5 dəfə 5 25 edir, bu deyil. 6 dəfə 6 36 deyil, 7 dəfə 7 49, 4 dəfə 4, deməli, cavab 8-dir. Baxın, 8 dəfə 8 64, bəli, bundan böyükdür. Burada isə 64-ün üzərinə, 8-in üzərinə bir 9 vur, 9 o da 81 50-dən kiçik deyil. Yəni 0 qaytarır. Burada cavab 8-dir. Burada buna uyğun A vuraq. Deməli vuraq. B-nin inkarı üstə gələk C-nin inkarıdır. Bax, bu misal budur. Bu da bərabərdir. A vuraq. Bunu açanda nə olur? B üzərinə gəl C-nin inkarı. A vuraq B. Bu da A vuraq. Bircə dəqiqə. A vuraq B toplam olmalıdır. A vuraq. Bu da deyəsən heç biri uyğun gəlmir. Bunu açaq bir dənə. Bu olacaq A, B. Üzərinə gəl A, C-nin inkarı. Bu da yoxdur. A vuraq B. A vuraq B. Mən görə bilmirəm. Ola bilsin ki, gözümdən yayınır. Ancaq mənə görə yoxdur bunun cavabı. A vuraq B. Yoxdur bunun. Heç biri olacaq yəqin ki. Yəni, biraz xırdadır, görə bilmirəm. Amma böyük ehtimal heç biridir. Verilmiş ifadənin qiyməti, yəni burada cavab bax bu olmalıdır. A vuraq B toplayaq C-nin inkarı. Verilmiş ifadənin qiyməti doğru olar, yəni bir qiyməti almalıdır. İmplikasiya nə zaman bir qiymət alır? Yəni çox halda bir qiymət alır. Sadəcə bura 1, bura 0 olmamalıdır. Deməli, baxaq. X 6 böyükdürmü 7-dən? Deməli, toplama olduğu üçün, deməli, hər ikisi 0 olanda da ola bilər, doğru qiymət qaytarsın. 6 böyükdürmü 7-dən? Yox. 6 kiçikdirmü 7-dən? Bəli, 1 ilə bura mənə 1 qaytar. Onda deməli, burada 1 olmalıdır ki, cavab 1 olsun. 6 böyükdürmü 8-dən? Xeyr. Deməli, bu deyil. 7 7-dən böyükdürmü? Xeyr. 7 kiçikdirmi? Xeyr. Bura 0 qaytardı. 0-dırsa bu implikasiya mənə 1 qaytaracaqdır. Elə bu olacaqdır. Çünki bura 0 olan halda, istənilən 0 olan halda, burada 1 də olsa, 0 da olsa, bura mənə doğru qiymət qaytaracaq. Məntiqi ifadə bu ifadəyə bərabərdir. Gəlin bunu açaq. A, deməli, A-nın inkarı, vuraq B, vuraq C-nin inkarı. A-nın inkarı vuraq B, vuraq C-nin inkarı A bəndi. Demək, bunu sadələşdirək. A, vuraq A, açıram birbaşa, açıram. A, 2 qat inkar A-nı qaytarır. Vurma üstə gəlməni qaytarır. A-nın inkarı üstə gələk B. Aha, burada bunu vuraq, açaq. A vuraq A, üstə gələk A vuraq B-nin inkarı, üstə gələk B. A vuraq A mənə A-nı qaytaracaq. A üstə gələk A vuraq B-nin inkarı, üstə gələk B. Buradan A və A-nı mötərizə xaricinə çıxarsaq, 1 üstə gələk B-nin inkarı, üstə gələk B. Bura mənə 1-i qaytaracaq, olacaq A vuraq 1, o da A eləyir, üstə gələk B. Cavab A üstə gələk B. Tərəf eləyək. Demək, A vuraq, A-nın inkarı, baxın, bərabərdir, qoyub həll edirəm. A-nın inkarı, üstə gələk, B-nin inkarı, vuraq, A üstə gələk, B, vuraq, A-nın inkarı. Aha. Demək, burada belə də aça bilərik, əvəzləmə də eləyə bilərik. Birinci buranı sadələşdirib, sonra bunu vura bilərik. Demək, A-nın inkarı üstə gələk, B-nin inkarı yerində qalsın, vuraq. İndi buranı mötərizəyə alıb, buranı sadələşdirəcəm.
A-nın inkarı vuraq A-nın inkarı, üstə gələk A-nın inkarı vuraq B. Bura verəcək mənə, bax bu A-nın inkarı vuraq A-nın inkarı mənə A-nın inkarını verəcəkdir. Üstə gələk A-nın inkarı vuraq B. Buradan da mən A-nın inkarını mötərizə xaricinə çıxartsam, mənə verəcəkdir, buradan həll edirəm, A-nın inkarı 1 üstə gələk B. Burada mənə 1-i verəcək. 1-i də A-nın inkarına vuranda A-nın inkarı qalacaq. Bərabərdir. A-nın inkarı vuraq. Bax, bunun yerinə yazıram. A-nın inkarı üstə gələk B-nin inkarı. Bu da bərabərdir. A-nın inkarını A-nın inkarına vurur. A-nın inkarını B-nin inkarına vurur. Bura mənə verəcəkdir A-nın inkarını, yerimiz, buradan davam eləyək, yerimiz var əslində. Bərabərdir, bura mənə verəcək A-nın inkarını, üstə gələk A-nın inkarı vuraq B-nin inkarı. A-nın inkarı mötərizə xaricinə çıxır, qalır 1 üstə gələk B-nin inkarı. Bura mənə verəcək 1-i, o da eləyəcək 1 vuraq A-nın inkarı, bərabərdir A-nın inkarı. Sadələşdirdik, amma cavab alınmaz. Özü də eləyək, görək nəyi beşimizdə nəyi qarışmışıq. Bunlar biraz qarışıqlı var. Biz bir daha eləyək, daha sərbəli şəkildə yazaq ki, qarışmasın. Deməli, bura mənə verəcək A, üstə gələk B-nin inkarı. Mötərizə alıram, vuraq, A üstə gələk B vuraq, A-nın inkarı. Bərabərdir. Bərabərdir. Yaxşı, bunu gəlin yenə bayaqki kimi x-la əvəz eləyək, olsun. X vuraq, A-nın inkarı vuraq, A inkarı üstə gələk B-nin inkarı. Sonra sonda bunu yenə A üstə gələk B-nin əvəzləyərik. Bunu bir-bir vuranda x vuraq, A-nın inkarı vuraq, A-nın inkarı üstə gələk. X vuraq, A-nın inkarı vuraq, B-nin inkarı. Bura mənə verəcəkdir 0-ı. Burada mənə 0 qaytaracaq. 0 üstə gələk x vuraq, A-nın inkarı vuraq, B-nin inkarı. Bərabər. X-in yerinə nə qoyacam? A üstə gələk B. Aldım. A üstə gələk B vuraq, A-nın inkarı vuraq, B-nin inkarı. Bərabərdir. Vuraq açaq. A-nı A vur B-nin inkarına vuranda A vuraq, A-nın inkarı vuraq, B-nin inkarı. Üstə gələk. B vuraq, A-nın inkarı vuraq, B-nin inkarı. Bunlar mənə 0 qaytaracaqdır. Cavab 0. Belə daha rahatdır, əvəzləyəndə qarışın. 42-ni də eləyək. Demək, x məntiqi ifadə nəticəsi doğru olsun. Doğru deyirsə, bax, burada vurma işarəsi var. Vurma nə zaman doğru olur? Hər iki tərəf 1 qaytaranda. Burada toplama var. Biri yalan, biri doğru olsa belə. Ancaq burada baxın, sonda inkar var, inkar var. Mötərizə alıb inkar eləyibdir. Deməli, mənim doğru qiymət qaytarmağım üçün yalan olmalıdır ki, 0-ın inkarı mənə 1 qaytarsın. Bəs vurma nə zaman yalan qaytarır? Bir dənə yalan olarsa, yəni ya bu tərəf, ya bu tərəf yalan olarsa, bu mənə 0-ı qaytaracaq. Gəlin baxaq. 50 böyükdürmü 20-dən? Bəli desəm, bura mənə 1 qaytaracaq. Onda deməli bu tərəf 0 olmalıdır. 50 40-dan böyükdürmü? Bəli. Amma baxın, bura toplamada axı, toplamada biri 1, bura yəni cavabı ödəməyəcəkdir. Çünki hər ikisi 1 verəcək və 1-in inkarı 0 verəcək. Deməli 50 deyil. Demək, 50 deyilsə, 20 olarsa, 20 20-yə bərabərdirmi? Bura 1 qaytarsa, deməli, yenə də bura mənə 0 qaytarmalıdır. Daha doğrusu 1 qaytarmalı. Bura 1-dirsə, deməli, burada 0 olmalıdır ki, cavab 0 olsun, 0-ın inkarı 1 eləsin. Deməli, bura 0 qaytarmalıdır. 20 40-dan böyük deyil, 30-dan böyük deyil. Ona görə ikisi də 0 olur. Və 0-la 1-in vurması 0, 0-ın inkarı da mənə 1-i qaytaracaq. Elə düzgün cavab budur.
35 izah elədim. Aha, 36, 43 qalıb. 37. F-ə uyğundur. Baxaq, x1 demək 1-in inkarı 0. 0 vuraq. Nəyə vurursan vur, bura 0 eləyəcək. Amma burada cavab 1-dir. Deməli, bu deyil. 1 vuraq 0. Yenə deyirəm, burada hər ikisi vurma olduğu üçün yenə burada 1 qaytara bilməz. 0 qaytarmalıdır. 1 toplayaq 0, bura 1, 1-in də üzərinə 0 gələndə 1. Bax, bu uyğun gəlir. Gəlin görək, burada uyğun gəlir. 0, 0, 0-ın toplaması 0 verməlidir. Ancaq burada 1 qaytarıb. Deməli, bu da deyil. Deməli, hamısı ödəməlidir. Hər üçü ödəməlidir. X1-in inkarı 0, 0-ın üzərinə Y inkarı, yəni 1. Bura cavab qaytaracaq 1, düzdür. 0, 0-ın inkarı 1. Aha, burada 1 eləyəcək. Bir dənə 1 oldusa 1 qaytaracaq. 1, 1, 1-lərin inkarı 0 eləyir. 0-ı da toplayanda burada cavab 4-dür. 0-ı da toplayanda 0 eləyir. Qiyməti yalan olacaq. Deməli, burada baxın, bunu inkar eləyib. Deməli, x burada ifadənin qiyməti yalan olması üçün bura 1, bura 0 olmalıdır. Burada da inkar var. Nə zaman 1 alır? Deməli, bura 0 almalıdır ki, 0-ın inkarı 1 qaytarsın. Amma bura 0 olmalıdır. Deməli, 0 olması üçün x 0 1-dən kiçik olmalıdır. Xeyr, böyük olmalıdır ki, 0 qaytarsın. Məsələn, 1, 1 1-dən böyükdür. Xeyr, 0 qaytar. Deməli, 1 və 1-dən böyük rəqəmlər olmalıdır. Deməli, 1 və 0 ola bilməz. 2, 3, 4 olmalıdır. 2, 3, 4 buranı ödəyir. Gəlin görək, burada hansı ödəyir. Deməli, burada 0 qaytarmalıdır ki, 0-ın inkarı 1 eləsin. 0 olması üçün 3-dən böyük olmamalıdır. Deməli, 4 ola bilməz. Toplama var axı, bir dənə 1 olsa bəs eləyir. Deməli, 3 ola bilərmi? Ola bilər. 3 və 2 burada ola bilər. Ancaq 3, 2 burada ola bilməz. 2 qoysa 2 3-dən kiçikdir və 1 qaytaracaq. Buranın 1-in də inkarı 0 eləyir. Mənə lazımdır 0 qaytarsın ki, 0-ın inkarı 1 eləsin. Deməli, burada cavab 2 yox, 3-dür. 3 3-dən böyükdürmü? Xeyr. 3 3-dən kiçikdirmi? Xeyr. Hər ikisinin toplaması 0 verir. 0-ın inkarı 1 verir. 43-ə baxaq. Unicode kodlaşdırılmış Gülnur sözünü ASCII-də kodlaşdıran simvol sayı 2 dəfə azalır. Simvol sayı azala bilməz, həcm azala bilər. İkilik say sistemində yazılmış 1,01 ədədi onluq say sistemi 9-a bərabərdir. Hesablayaq 0, 1, 2, 3. 2 üstü 3, 8 üzərinə 1, 9. Bəli, bu doğrudur. Deməli, B-miz 1-dir, A-mız 0-dır. Bu qapılar bizə, bax, bu inkar qapısıdır. Bax, bu üçbucaq olan inkar qapısıdır. Bu və ya qapısıdır, və ya, yəni toplama. Bu isə vurma qapısıdır. 0-ın inkarı 1, 1-in inkarı 0, 0-la 1-in toplaması 1-i qaytarır. Burada cavab A bəndidir. Davamını digər izahda atacağım. Sağ olun.